Salam dəyərli abituriyentlər, bildiyiniz kimi artıq blok imtahanları keçirilməyə başlayıb. Bugün 2-ci, 3-cü qruplar üzrə blok imtahanlarının birinci mərhələsi keçirildi. Növbəti həftələrdə isə 1-ci, 4-cü qruplar imtahan verəcək. Bu videoda mən sizə imtahan balınızı necə hesablamalısınız, yoxladığınız doğrular və yanlışlar balınıza nə qədər təsir edəcək, o haqqda danışacağam. Gəlin çox vaxt itirməyək, keçək videoya. Ballar haqqında düsturu deməmişdən qabaq onu deyim ki, burada sizə əsas fənlər 1.5 əmsalla hesablanır, ikinci dərəcəli fənlər isə 1 əmsalla hesablanır. Məsələn, birinci qrupda riyaziyyat və fizika fənlərini siz 1.5 əmsalla hesablayacaqsınız. Yəni, ümumi düsturdan sonra bu 1.5-i ümumi nəticənizə vuracaqsınız. İkinci qrupda coğrafiya və riyaziyyatı ən sonda 1.5-ə vuracaqsınız. Üçüncü qrupda tarix və Azərbaycan dilini 1.5-ə vuracaqsınız. Dördüncü qrupda isə biologiya və kimya fənlərini ən sonda 1.5 bala vurub hesablayacaqsınız. Bu sizin əmsallarınızdır. Digər fənlər isə ikinci dərəcəli fənlər hesab olunur və onlar 1 əmsalla hesablanır. Birinci qrupda kimya və informatika 1 əmsalla hesablanır. İkinci qrupda tarix, üçüncü qrupda ədəbiyyat və yaxud da coğrafiya 1 balla hesablanır və 4-cü qrupda isə fizika fənni 1 əmsalla hesablanır. Təbii ki, ballar bu formada qalmır. Biz bunu ən sonda nəticəmizə vurub ümumi balımızı hesablayacağıq. Gəlin keçək düsturlara. Bilirsiniz ki, blok imtahanlarında hər fənn üzrə 30 sual olur və bu sualların 22-si qapalı, 8-i isə açıq sual olur. Açıq suallardan da 5-i kodlaşdırıla bilən suallar olur. Məsələn, 1-3-5, 2-4-6 bu formada cavab alıb kodlaşdırırsınız və yaxud da uyğunluq sualı olur. Açıq suallar isə situasiya tipli, mənbə tipli suallar olur və o suallar da 0-1 aralığında qiymətləndirilir. 0, 2-də 1, 3-də 2 və s. bu formada maksimum 1 bal ala bilirsiniz bu suallardan. Qapalı suallar necə hesablanır? Əvvəlcə onun düsturuna baxaq. Mən bura yazıram nisbi bal qapalı və başlayıram hesablamağa. Mötərizəni açıram. Doğru qapalı. Bu mənim qapalı suallardan doğrularımın sayı deməkdir. Nə qədər doğru cavabı yazmısınızsa, onun sayını bura yazırsınız. Çıxıram 4-də 1 yanlış qapalı. Bilirsiniz ki, qapalı suallarda 4 səhv 1 düzə aparır. Ona görə də 4-də 1 vur yanlış cavablarımızın sayı. Mötərizəni bağlayıb ümumi nəticəni 100/33-ə bölürük. Bu düsturdan çıxan nəticə bizim ümumi olaraq qapalı suallarımızdan topladığımız ballardır. Fən-fən hesablayırıq bildiyiniz kimi. Yəni bunu siz ayrıca fənlər üzrə hesablayacaqsınız. Bütün hamısını toplayıb hesablamırsınız. Sonra mən hesablayıram nisbi bal açıq suallarımı. Burada doğru suallarımın cavabı aşağısına yazıram kod. Yəni kodlaşdırıla bilən doğru cavablarımın sayını yazıram. Uyğunluq sualları, kodlaşdırdığım açıq sualları bura yazıram. Üzərinə gəlirəm 2 vur doğru açıq, yəni yazılı. Yazılı suallarımız, situasiya, mənbə və s. bildiyiniz kimi biz bunu indidən dəqiq deyə bilmirik. Təxmini olaraq yazınızı təxmin edəcəksiniz. 1 bal verilə bilərmi, 2-də 1 verilə bilərmi? Onu yazacaqsınız və 2-yə vuracaqsınız. Və bunu toplayıb, mötərizəni bağlayıb ümumi nəticəmizi 1/33-ə bölürük. Bu iki nəticəmiz bizim həmin fənn üzrə topladığımız balı göstərəcək. Bununla da bitmir. Bayaq dediyim əmsalları yadınızda saxlamalısınız. Əgər siz tutalım birinci qrupdan riyaziyyat üzrə balınızı hesablayırsınızsa, ümumi nəticənizi 1.5-ə vuracaqsınız. İkinci qrup coğrafiyanı hesablayırsınızsa, 1.5-ə vuracaqsınız. Üçüncü qrupdan məsələn ədəbiyyatı hesablayırsınız, coğrafiyanı hesablayırsınızsa, onlar artıq ikinci dərəcəli fənn olduğu üçün ümumi nəticənizi vuracaqsınız 1-ə. Bu formada hesablayıb ümumi 3 fənn üzrə balınızı toplaya bilərsiniz. Və bilirsiniz ki, blok imtahanlarında maksimum 400 balda dayanır. Bunun 150 balı hər bir əsas fənlərdən götürülür, 100 bal isə ikinci dərəcəli fənlərdən götürülür. Hər kəs bu videodan sonra balını hesablayıb rəy bölməsində yaza bilər. Sağ olun.